1996-cı ildə Azərkino Video İstehsalat Birliyi ləğv olunub, kino sahəsi Mədəniyyət Nazirliyinə bir idarə kimi birləşəndə köhnə Sovet industriyasından əsər əlamət qalmamışdı. Yəni, demək olar ki, kinoteatrlar işləmirdi, quru binaları qalmışdı təmirsiz bir vəziyyətdə. Çox nadir hallarda, məsələn, Aras kinoteatrında nələrsə seanslar ola bilərdi. Rayonlarda ümumiyyətlə yox dərəcəsində idi, yəni elə yer var idi, bərbad vəziyyətdə idi. Kinoteatrın qapıları açıq idi, yəni ora, yəni avaralar gedirdi. Bəzən heyvanların doluşduğunu görürdük rayonlarda kinoteatrlara. Yəni bu şeylərin biz hamımız şahid olmuşuq. Bunlar Polad Bülbüloğlu'na qədər olan məsələlər idi. Kino prokat sistemi də dağılmışdı, hər bir şey dağılmışdı. Kino industriyası yox idi. Və mənim yadımdadır, mən kino qəzetinə təyin olunanda Polad müəllim nazir idi və məni qəbul elədi. Təxminən bir yarım saatlıq söhbətimiz oldu. O mənə dedi ki, Heydər Əliyev kino sahəsini mənə tapşırıb. Burada çox ciddi problemlər var. Mən istəyirəm ki, kino qəzetini də biz bərpa eləyək, həm də mətbuat şəklində bu kinonun vəziyyətdən çıxması üçün mübarizə aparaq. Elə məni də ona görə dəvət eləmişdi, çünki məni tanıyırdılar, bilirdilər ki, saxta şeylər yazan deyiləm, kimsə yalandan tərifləyən deyiləm. Hətta Polad müəllim dedi ki, məni də tənqid eləyə bilərsən, çünki mənim burada kinoda məqsədim vəziyyətdən çıxartmaqdır. Vəziyyətdən çıxartmaq da nə idi? Təsəvvür edin, kino studiyanın həyətində bir restoran açmışdılar. Bu da Polad Bülbüloğlu'na qədər olmuşdu. Bəzən deyirlər onu Polad Bülbüloğlu ilə, amma şahid olduğum üçün deyirəm. Orada ilk dəfə süni deməli zağalar, mağaralar olan, süni dağlar olan restoran açılmışdı və həmin restoranda şəhərin bərk gedən adamlar gedib yeyib içirdilər, xanımlarla orada gedib əylənirdilər və elə vəziyyət yaranmışdı ki, kino studiyanın əhatəsində, o həyətin əhatəsində yaşayan evlərdən prezident aparatına teleqramlar və məktublar gedirdi ki, biz balkonlara çıxa bilmirik, o ağaçların altı əxlaqsız yuvasına çevrilib. Yəni, belə bir vəziyyətdə mən işə təyin olundum, kino studiyada mənə ofis verdilər, Polad Bülbüloğlu da gəldi və ilk təşəbbüsü bu oldu ki, kino studiyanın ikinci, o rusların sözü olmasın, tiyomlu girişini bağlasın, o qaranlıq girişini, arxa girişini bağlasın Ləvəngi restoranı tərəfdən. Və ora yadımdadır, qalın zəncirdən bir 7-8 qat doladılar və bir 7-8 də qıfıl vurdular ki, ora işləməsin, yəni bir yerdən nəzarət olunsun. Və mən şahidəm ki, Polad müəllim bir dəfə restoranın bağlanması ilə əlaqəli özü etiraf elədi ki, elə bir yerdən mənə zəng gəldi ki, o restorana görə. Mən ona cavab verməyə ehtiyat elədim. Dedim ki, mən icazə verim bu barədə Heydər Əliyevə məlumat verim, ondan sonra nə bilirsiniz eləyim. Yəni, bundan sonra çəkindilər və mən o restoranı axıracan bağladım. Biz onun gedib